Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin nebiyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in ve ba'd. Ve bu günlerde geniş bir yayılan bir məqalə haqqında, bir paylaşım haqqında danışmaq istəyirəm. Təbii ki, bu məsələ haqqında danışmaq doğrudan da gözəl olar. Çünki məsələ çox yayılıb insanlar arasında, əksəriyyət qardaşlar arasında və hətta bəzi elm əhli də öz məclislərində bunu zikr edir. Bu məsələdir ki, Ramazana dair, daha doğrusu axırıncı 10 günə dair ən az əməl işlədilməsi. Yəni 1 manat da olsa sədəqə verilməsi və yaxud da ki, İxlas surəsinin oxunması və yaxud da buna bənzər əməllərin edilməsi. Az olsa da, yəni hər gün bu əməllərin, bu gecədə bu əməllərin işlədilməsi haqqındadır ki, bunu eşitmişdim. Daha doğrusu bir elmim olmadığına görə iradda bildirə bilməmişdim. Lakin Allah həmd olsun, Şeyx Ali İbn Həddədi sələfi şeyxdir, elhamdülillah Mədinənin doktorlarındandır. Onun gözəl bir məqaləsi önümə çıxdı Telegram kanalında və istədim ki, paylaşım, yəni fayda çoxalsın və hətta elmi olmayan, məlumatımız olmayan şeylərdə məlumatlanaq və dinimiz haqqında elmə gələnək. Və Şeyx məqalənin adını belə qoyub, Təhzir min rasail da'viyyə ilə amelil qalil fi aşril əvaxir. Odur ki, həqiqətən təkindirmək, dəvət mesajlarından Ramazan axırıncı 10 günə dair dəvət mesajlarının az əməl olunmasına dair dəvət mesajlarından çəkindirməsi. Yəni Ramazanda görürsən ki, bu yayılıb və ərəbcəsi də var, bunun Azərbaycan formatı da var. Yayılıb insanlar arasında bu. Və təbii ki, şeyxə də yəni çatıb bu və şeyx bunu gözəl şəkildə rədd edir. Və buyurur ki, Təntəşri ba'd rasul hazihil əyyam təqtarihu lil muslimi amelan qalilan fi aşr əvaxir. Bu günlərdə bəzi mesajlar dolaşmaqdadır və müsəlmanları az əməl işlətməyə yönəldir. Belə deyirlər, kə təsadduqu bir riyalin əv tilavəti suratul İxlas əv qavli əhədi əskar məv'ud aleyhi bi səvabin müəyyən. Və onlardan bir riyal sədəqə verilməsi və İxlas surəsini oxunması və müəyyən bilinən bir zikrin edilməsi. Müəyyən olunan bilinən bir zikrin edilməsidir ki, onunla nəyin üzərində bina edirlər? Binən alə ennəl əmələ fi leylətil qadr müdaaf və la şəkkə ennəl əmələ fi leylətil qadr xayrun min əməli min əlfi şəhrin leysə fihi leylətil qadr. Bunu da ondan səbəb götürürlər ki, dəlil gətirirlər ki, bunun üzərində bu əməllərin bunun üzərində bina edirlər ki, həqiqətən Qədir gecəsində işlənilən, edilən xeyir əməl artıqlaması ilə savabı yazılır. Şeyx buyurur ki, şək yoxdur ki, belədir. Qədir gecəsində edilən əməl Qədir gecəsi olmayan 1000 aydan üstündür. Bizə ki, Allah Subhanahu taala buyurur, kəmə qalə Teala, Leylətul qadri xayrun min əlfi şəhr. Qədir gecəsi 1000 aydan üstündür. Və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm və sünnət-i Nəbi sallallahu aleyhi və səlləm ictihəddən fi hədil əşər. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləmin yolu, sünnəsi bacardığımız qədər artıqlaması ilə bu 10 gündə çalışqanlıq göstərməkdir. Bil qiyami və tilavəti və zikri və dua edərək, qiyamda, namazın qiyamda keçirməklə, Quran tilavəti etməklə, zikr edərək və dua edərək və həmçinin bunların hamısını tam-tamına yerinə yetirmək üçün etikafa girməklə. Fələm yuşra lənə Nəbiyyə sallallahu aleyhi ve sellem təqlim minəl ibədə fiyhə binən alə müdaifətə səvabı fiyhə. Və Peyğəmbər sallallahu aleyhi ve sellem bizim üçün bir yol qoymamışdır ki, bu günlərdə əməl işlətmək savabı qat-qatdır deyənə az əməl edin. Əksinə, bəl şəralənə ictihədi fiyhə. Əksinə Peyğəmbər sallallahu aleyhi ve sellem bizə yol qoyub yedirmişdir, bizləri öyrətmişdir ki, bacardığınız qədər çalışqanlıq göstərin. Və özü də bizlərə ən gözəl nümunə olmuşdur bu işdə. Və bəzli nə qədər insan bacarırsa, fi nəvafilil taat,
nə qədər insanın gücü çatırsa, nafilə ibadətləri yerinə yetirməlidir bu gecələrdə. Az bir şey yox, artıqlaması ilə gücü çatdığı, bacardığı qədər çox zikr etməli, bacardığı çox qiyamda keçsin, bacardığı qədər çox dua etməlidir. Necə ki, Peyğəmbər s.ə.v buyurur, Mən qamə leylətul qadrə imanə və ihtisabən qufrə ləhu mə təqaddəmə min zəmbi ki, Qədr gecəsini imanla, qiyamda, iman ilə, əcrini Allahdan umaraq keçirdərsə, onun keçmiş günahları bağışlanır. Və sonra şeyx buyurur ki, Xayrul hədiyi Muhammedin sallallahu aleyhi və səlləm ki, yolların ən gözəli Peyğəmbər sallallahu aleyhi və səlləm yoludur. Və sonra bu yayılan mesajlar barəsində deyir ki, Fəhəzihir rəsail məhiyyə illə kəl-ibri muxaddaratin müfəttirə anitəb. Bunlar yəni bizləri, bu mesajlar yalnız bizləri nədir? Arxayınçılığa və yaxud da itaətdə səhlənkarlığa və yaxud da itaətdən soyutmağa bizləri yönəlib. Kəmə ənəhə tudadı həzinə. Necə ki, həmçinin bu Peyğəmbər s.ə.v-in yolunun ziddiyatıdır, yoluna ziddir. Peyğəmbər s.ə.v-in yolu, yəni Peyğəmbər s.ə.v əgər bir dinar, bəli, bir dinar da, bir dirhəm də, bir manat da, bir qəpik də xeyirdir bu gecələrdə işlədilməsi. Lakin Peyğəmbər s.ə.v bunları yönəltmədi. Peyğəmbər s.ə.v bizləri çoxlu xeyir etməyə yönəltdi və özü də çoxlu xeyirdə bizlərə gözəl nümunə oldu. Bu əksinə bu yayılan mesajlar isə insanları ağarır, arxayınlaşdırır. İnsanları çox xeyir əməl etməkdən soyudur. Və necə ki, Peyğəmbər s.ə.v bizləri nəyə öyrətmişdir? Bir qavli və feylihi, Peyğəmbər s.ə.v sözü ilə, əməli ilə. Həmin bizlərə sözü ilə bu gecələri qədrin bilməyi öyrətmişdir. Qavli ilə kim qiyamda keçirdərsə Qədr gecəsini və həmçində özü Peyğəmbər s.ə.v etikafa girərək tam şəkildə Allaha zikr edilməsi, dua etməsi və Quran tilavət etməsi ilə bizləri göstərmişdir. Peyğəmbər s.ə.v tam şəkildə çalışqanlığı göstərmişdir. Minəl işləfimə kəmə taqatı necə ki, öndəfəl nəhriz alə ixtinəmihə qayətlə imkan və deyir, biz bacardığımız qədər qənimət toplamağa, xeyir əldə etməyə həris olmalıyıq. Fəhiyyə fürsatun ləalləhə lə tutəh marratan uxra. Deyir, bu elə bir fürsətdir ki, ola bilsin ki, bir daha ələ düşməsin. Və buyurur ki, Vallahu ələm, Allah daha doğrusunu bilir. Doğrudan da, yəni bizim üzərimizə düşən oldu ki, Peyğəmbər s.ə.v özümüzə örnək götürək və belə hissələrə, belə paylaşımlara, mesajlara fikir verməyək. Yolların xayrul hədi Muhammedin sallallahu aleyhi ve sellem yolların ən gözəli Peyğəmbər sallallahu aleyhi ve sellem yoludur və Peyğəmbər sallallahu aleyhi ve sellem bu gecələri necə səhih hədisə gəlir, ərəb olaraq qeyd edim ki, səhih hədisə gəlir Peyğəmbər sallallahu aleyhi və səlləm vəsf edilir, buyurur ki, Peyğəmbər sallallahu axırıncı 10 gün girdikdə belini bərkədər, gecəsini dirildər və əhli əyalın da durğuzardır, yuxudan oyadardır. Bu da Peyğəmbər sallallahu necə bu gecələrə önəm verməsindən xəbər verir. Və Allah Subhanahu bizləri Peyğəmbər sallallahu yoluna, sünnəsinə müvəffəq olan yolu ilə gedənlərdən etsin. Və sallallahu və səlləm alə nəbiyyinə Muhammed.